Xırdalan şəhər 2 nömrəli tam orta məktəb hər il olduğu kimi bu ildə qış mövsümünə demək olar ki, tam hazırdır. Adı çəkilən məktəbin direktoru Ədalət Camalova bildirdi ki, məktəbdə istilik təchizatı yaxşılaşdırılıb. Bütün sinif otaqları istiliklə təmin edilib. İstilik sistemi, atapeniyaların, qurğuların hamısı yeri-yerindədir, nəzarət altındadır. Otaqlarımız geniş işıqlı otaqlarda dərs tədris olunur. Eyni zamanda artıq biz görürük və hiss edirik, bilirik ki, istiliyimiz tam qaydasındadır. Ona görə də şagirdlərimizin belə bir otaqlarda təlim, tərbiyəsilə məşğul olmaq bizlərə çox asanlıq yaradır və bizlərə zəmin yaradır ki, həqiqətən belə bir tam şəraitdə şagirdlərə təlim, tərbiyə ilə məşğul olaraq elmin biliklərini onlara aşılamaq üçün və bir insan kimi formalaşmasında böyük rol oynayır. Direktor məktəbin bu ilki uğurlarından da danışaraq vurğuladı ki, məktəbdə dərslər Rus və Azərbaycan bölmələri üzrə peşəkarlıqla aparılır. Xırdalanın 2 nömrəli tam orta məktəbi bu ilki tələbə qəbulunda çox yüksək nəticə əldə edib. Belə ki, məktəbi bitirən 169 şagirddən 138 nəfəri ali məktəbə sənəd verib. Onlardan 125 nəfəri tələbə adını qazanıb. 10 məzun 600-dən, 25 məzun isə 500-dən yuxarı bal toplayıb. Məlumat üçün bildirək ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 3827 şagird təhsil alır ki, onların da təlim tərbiyəsi ilə 325 müəllim məşğul olur. Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə də qış mövsümü ilə əlaqədar olaraq istilik xətləri işə salınıb. Sözü gedən məktəbin direktoru Sevinc Əliyeva bildirdi ki, rayon rəhbərliyinin tapşırıqları əsasında təhsil ocağında istilik tam nəzarətə götürülüb. Məktəbin bütün sinif otaqları istiliklə təmin edilib. Hər gün istiliklə bağlı rayon təhsil şöbəsinə məlumatlar verilir. Sevinc Əliyeva təhsil ocağının bu illər ərzində əldə etdiyi nailiyyətlərdən də danışdı. Qeyd etdi ki, Abşeron rayon üzrə yüksək bal toplayan şagirdlərin həmçinin xidməti işində fərqlənən peşəkar pedaqoji kollektivin məhz bu məktəbdən seçilməsi heç də təsadüfi deyil. Xırdalan şəhər 3 nömrəli tam orta məktəb daim yüksək elmli, bacarıqlı müəllimlərin zəhməti nəticəsində ucalıb. Məhz bunun nəticəsidir ki, bugün məktəbdə məzun olan gənclər yüksək nəticələr göstərməkdə davam edir. Bu ilki tələbə qəbuluna görə təhsil ocağını böyük uğur sahibi hesab etmək olar. Belə ki, bir şagird imtahansız idman akademiyasına qəbul olub. Bir şagird isə 700 bal yığaraq adını prezident təqaüdçüsü sırasına yazdırıb. Məzun olan 91 şagirddən 86 nəfəri ali məktəbə sənəd verib. Onlardan 54 nəfəri tələbə adını qazanıb. 6 nəfər 600-dən yuxarı, 10 nəfər isə 500-dən yuxarı bal toplayıb. Gülər Quliyeva, Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.